Salam. Bilirsiniz, hər bir milli bayramın arxasında böyük bir hekayə dayanır. Bugün biz sizinlə nisbətən yeni, amma Azərbaycan üçün həqiqətən də çox böyük məna daşıyan bir günün hekayəsini danışacağıq. Söhbət Zəfər günündən gedir. Yaxşı, gəlin başlayaq. Deməli planımız belədir. Əvvəlcə Zəfər günü nədir buna baxacağıq, sonra bu bayramın yaranmasına səbəb olan 44 günlük müharibəni xatırlayacağıq, təbii ki, Şuşa zəfərinə xüsusi diqqət yetirəcəyik. Bəs bu tarix necə seçildi buna da aydınlıq gətirəcəyik və sonda görək qələbə bugün necə qeyd olunur. Amma gəlin hər şeydən əvvəl bu rəqəmə fokuslanaq, 44. Bütün hekayə əslində məhz bu rəqəmin ətrafında fırlanır. Yaxşı, bəs o 44 gündə nə baş verdi ki, bir millətin taleyini dəyişdi? Elə isə gəlin ən təməldən başlayaq. Ümumiyyətlə, Zəfər günü nədir? Deməli, bu sadəcə bir təqvim günü deyil, bu bütün regionun gələcəyini dəyişən bir müharibənin, yəni 2-ci Qarabağ müharibəsinin nəticəsini rəsmiləşdirən, qanunla təsdiqlənmiş bir milli bayramdır. Yaxşı, bu bayramın mahiyyətini tam anlamaq üçün gəlin biraz geriyə gedək, müharibənin özünə. Hər şey 27 sentyabrı 2020-ci ildə başladı. Məhz həmin gün Azərbaycan ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına start verdi. Və bu, regionun yaxın tarixini demək olar ki, yenidən yazan 2-ci Qarabağ müharibəsinin başlanğıcı idi. Baxın, sonrakı həftələrdə hadisələr çox sürətlə cəryan etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, bu strateji şəhərlər bir-birinin ardınca azad edildi. Burada ən heyrətamız məqam yəqin ki, sürət idi. Hər bir zəfər sanki növbətçisi üçün bir qapı açırdı. Amma bütün bu vacib qələbələrin içində biri var ki, o həm müharibənin taleyini həll etdi, həm də bugünkü bayramın əsas səbəbinə çevrildi. Bəli, söhbət 8 noyabrdan Şuşanın azad edilməsindən gedir. Bu, sadəcə bir şəhərin alınması deyildi, bu münaqişənin həqiqi dönüş nöqtəsi idi. Çünki Şuşa, Azərbaycan üçün həm strateji bir zirvə, həm də mədəniyyətin, mənəviyyatın beşiyi deməkdir. Ona görə də bu qələbənin əhəmiyyəti çox böyük idi. Və Şuşa zəfərindən sonra hadisələr daha da sürətləndi. Cəmi 2 gün sonra, yəni noyabrın 10-da artıq atəşkəs sazişi imzalandı və bununla da o məşhur 44 günlük müharibə rəsmən sona çatdı. Yaxşı, müharibə bitdi, qələbə qazanıldı. İndi isə növbəti mərhələ gəlirdi. Bu qələbəni rəsmiləşdirmək, bir bayram günü təsis etmək. Amma maraqlıdır ki, düzgün tarixi seçmək prosesi biraz fərqli oldu. Hətta kiçik bir dəyişiklik də yaşandı. Baxın, İlk ağla gələn və ilk qərar verilən tarix noyabrın 10-u idi, yəni atəşkəs sazişinin qüvvəyə mindiyi gün. Məntiqli səslənir, elə deyilmi? Amma çox qısa müddət sonra, hələ ilk sərəncamın mürəkkəbi qurumamış, bu tarix dəyişdirildi və 8 noyabr seçildi. Bəs niyə? Səbəb nə idi? Səbəb çox incə bir diplomatik məqam idi. Məsələ ondadır ki, 10 noyabr qardaş ölkə Türkiyədə Respublikanın qurucusu Mustafa Kemal Atatürk'ün anım günüdür və belə bir matəm günündə Azərbaycanda şənliklərin keçirilməsi doğru olmazdı. Bu bir hörmət əlaməti idi. Və beləliklə yekun qərar verildi. Prezident sərəncamında da deyildiyi kimi, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər günü kimi təntənəli şəkildə qeyd edilsin. Yəni, bayram artıq atəşkəslə yox, birbaşa müharibənin taleyini həll edən Şuşa qələbəsi ilə simvollaşdı. Yaxşı, artıq Zəfər gününün tarixini və mənasını bilirik. Bəs bugün bu qələbə necə qeyd olunur? Gəlin o vaxtdan bu yana formalaşan ənənələrə bir göz ataq. Qeyd etmə formaları həqiqətən də çox rəngarəngdir. Məsələn, Naxçıvan, Laçın, hətta Xankəndi və Şuşada zəfər yürüşləri keçirilir. Çox simvolik bir addım olaraq Türkiyənin Qars şəhərində şəhidlərimizin xatirəsinə 44 ağac əkilib. Hətta Gürcüstanın Tbilisi şəhəri kimi xarici ölkələrdə yaşayan icmalarımız da bugünü anır. Və təbii ki, böyük hərbi paradlar da bu ənənənin ayrılmaz hissəsidir. Bu paradlardan danışmışkən ilk zəfər paradı xatırlayırsınızsa, qələbədən dərhal sonra 2020-ci il dekadrın 10-da Bakının Azadlıq meydanında keçirildi. Sonra 3-cü il dönümündə, yəni 2023-cü il noyabrın 8-də Xankəndidə çox tarixi bir hərbi parad baş tutdu. Və artıq 2025-ci ildə qələbənin 5-ci il dönümü üçün Bakıda daha bir paradın keçirilməsi planlaşdırılır. Gördüyünüz kimi, Zəfər gününün hekayəsi sadəcə bir qələbənin xronologiyası deyil. Bu hekayə bizə bir tarixin, yəni tək bir günün seçimi ilə diplomatiyanın, tarixi yaddaşın və milli kimliyin necə hörülə bildiyini göstərir.
Və bütün bunlar bizi biraz da dərindən düşünməyə vadar edən bir suala gətirib çıxarır. Görəsən, bütün millətlər öz hekayələrini, öz narrativlərini yazmaq üçün bayramlardan necə bir vasitə kimi istifadə edirlər?